Gəncədə ətraf mühitin mühafizəsinə həsr olunan elmi-praktik konfrans keçirilib. Müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimlənmənin aktual problemləri mövzusunda təşkil olunan konfransın məqsədi ölkəmizdə ekoloji təhlükəsizlik, təbii sərvətlərin mühafizəsi və ətraf mühitə qarşı hüquq pozuntularının qarşısının alınmasıdır. Ekoloji təhlükəsizlik istiqamətində dövlət siyasətinin aktual məqamları, həmçinin müasir çağırışlar barədə müzakirələr də aparılıb. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu həm COP29, həm COP30 və eyni zamanda digər beynəlxalq platformalarda qlobal iqlim idarəçiliyinə dair müzakirələrdə yaxından iştirak edir və bu istiqamətdə ekoloji hüquq pozmalara qarşı effektiv nəticələrin əldə olunması məqsədi ilə ictimaiyyətlə, media ilə kommunikasiyanın gücləndirilməsi, ictimai nəzarət və məlumatlandırmanın əhəmiyyətinə dərin töhfələr verir.